benzeyen en sayılı Afrika'nın dansız serrasını yarı çeşitli harbinin, rıhmal güneşi ve rüzgarlı isi iklimi, Mısırların giyimine öz tersini gösterdiği Avrupa mümkün giyiminden kararmış dönemden daha da ak görünür. Qədim Misir, Lotosun real ve rıhması təsviri, Hərbinin sayı Lotosun benzeri. Misir hükümdarı Fironun geyimi onu ətraf mühitdə fərqləndirər. Cəmiyyətdə yüksək mövqe tutduğunu bildirərdi. Firon və onun əyanları başlarını arxadan köylük formasında yolmuş və çiyinlərə sallanmış zolaqda yayılır, kraf bağlayırdılar. Zolaqlar qızıl və qızıl rəngdə olardı. Yanıcı araşdırma, qədim Misir hükümdarın geyimi və hakimiyyəti nişanları. Fironun başındakı tac ilahi qüvvələrə nişanlı idi və müqəddəs simvollarla bəzənirdi. Dairəvi formalı yaxalı, qiymətli metal və qaşla bəzənərdi. Üst xatırlara üst geyiminin əsas hissəsi beyvanın ilə belə bərcizdən önlük idi. Üstə formasında xatırladan önlüğün üstündə bəzəkli kəmər saxlardı. Firon və əyanları palma, papirus və dərdən səndəl geyərdilər. Firon arvadının renkli emaldan hazırlanmış girif və ya qosur təsvirli baş geyimi olardı. Klaft, çağın, şahin, hörlük, kəmər, önlük, bilərdik, yaxalı, saqqal, asma, bilək, kobra, girif. Hakimiyyət nişanları ən şəsa və qalsız nişanlı yerəcə də asma saqqal reali kraliçlar dar boğazlı işlemi, kaziyi çiğnindən qarışla asılardı. Onun halları keyfiyyətli materialına ışığın və yukarı günü fərqlənərdi. Paltar üzərində dəncil ornamenti yaxalı, güneşi artıqları sinədən taxardılar. Çoxsarı körükləri yukarı kaziyesə onun yerində asan qayıqları bilərcikləyə yukarıya çağlardı. Davulcu leleği ile bölünmüş taç, güneş formalı, görmedik ve idam yerleştirilmiş sargıları. Sıradan güneş oluşturmuşlar, rejimler esası. Kendi cevizli sade buluşturulan partiler örgüleri, hava derdi, birden tanrılanmış arkadaşlar üretilen cevizleri. Özünde yalnız cemi değil, harika satışının boş ölçüsünün sənləri mutlaq ilavələr, kəmər, yaxalı, zindir nişanlarını zəmləşdirən kostyum insanların cəmiyyətdə tutur, mövqeyini və rolunu müəyyən edərdi. Firon, Şahxanının dəfn maskası, dekorativ və təqdimli izləyərki şah əsəri sayılır. 20 yaşlı hücumların siması, zolaqlı, baş örtüyü və hakimiyyət nişanı ilə bəzənir. Masanın qızılını çəvərli hücumların güneşə bənzərir. Firon tutuqlamanın dəfn maskası, O yanda yazmışsan. Son çəkdiyin hansıdır? Bunun adını yaz da. Qədim Misirin hökmdar 3-cü Rafiqinos. Oraya yazın. Baş hissəsindən ya alt hissədən belədən yaz. Sağ ol.